Mən inanım ki, bu xəbər hamınızı üzdü. Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu. Bir aktyorumuz dünyasını dəyişdi. Xərçəngdən. Onkoloji xəstə olub. Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Rəşad Bəxtiyarov, bəli, xərçəngdən dünyasını dəyişib. Axşam nöqtəsi xəbər verir ki, mərhum aktyorun həmkarları, əməkdar artist Mətanət Atakişiyeva bir verilişdə onun ağciyər xərçəngindən vəfat etdiyini bildirib. Həyatı çox sevənlərdən biri idi. Mətanət xanım deyib, sənət adamlarının həyatını kənardan baxanda deyirlər ki, necə də xoşbəxtdirlər, nə iş görürlər ki. Amma bu sənət elə əziyyətlidir ki, Rəşad o səhnənin tozunu udmaqdan ağciyər xərçəngi oldu. Həmkarı deyir. Yayda səhnədə qış paltarları geyinib, tərlədi, qışda soyuqdan üşüdü. Bütün bunların nəticəsidir ki, Rəşad ağciyər xəstəsi oldu. Xalq artistləri Amaliya Pənahova, Ramiz Novruz, Fuad Poladov da ağciyər xərçəngindən vəfat edib. Allah rəhmət etsin. Təbii ki, bunları düşünən kim olmalıdır? Teatrın rəhbərliyi düşünməlidir ki, yayda istidirsə, o şəraiti yaratmalıdır ki, yayda isti olmasın. Qışda soyuqsa, təbii ki, teatrın rəhbərliyi şərait yaratmalıdır. Teatrda aktyorlar üçün kim şəraiti yaratmalıdır? Təbii ki, rəhbərlik. Biz də daimi eşitmişik ki, orada həmişə münaqişələr, qalmaqallar, qarşı durmalar, nə qədər bunlar olacaq? İnsanın ömrü kiçicikdir.